barmağı kəsilib qanı iç, oruç xeyr. İnsan bədəndən qan çıxmaya görə orucu batıl olmaz. Amin. Allah Teala bizləri də Ramazan ayına yetişdirsin. İşdən sonra deyirsə 9-un yarısı başlayacaq da artıq təxminən. Elə gəlir. Vaxtımız var da hələ. Allaha dua eləmək lazımdır. Allah evladlarımızı qorusun pis vərişlərdən. Ancaq Allaha dua eləmək. Salam hacı, doğrudan mı əcəl var? Əcəl olmasa insan necə ölür biz? Hər bir insan əcəli var. Əcəl nə deməkdir? Hər bir insanın ölüm vaxtı var. Allah təyin edib. O zaman gələ də dünyadan köçəcək. Canlını bəyənin, daha çox insan istifadə eləsin. Bizim kameraman deyir. Aleyküm selam. Elhamdülillah, yaxşıyam. Başqa varlıqlar hansı? Yad planetləri deyirsiniz, yoxsa cinlər? Azab verən adamın ünvansını donadır. Allah həval edin, kim işgəncə verirsə, insan incidirsə, Allah həval edin. Belə filmlərlə din öyrənilməz. Filmlər filmdir. Yəni, filmlə din öyrənilməz. Yaddaş üçün, xüsusi dua yoxdur, həmişə zikirləri çoxalmaq var. Xüsusilə bu gecə salavat, Peyğəmbərimizin onun əhl-i beytinə daha çox salavat eləmək. Qəbr əzabı əlbəttə ki var. Qəbr əzabı var, niyə yoxdur? Allah bizi qorusun. Narkotik asılı olan insanlara təsir olurlar cinlər. O narkotik insan yola düşən Allah hidayət versin. Da o batıl yoldadır da. Ancaq onun çıxış yolu nədir? Allaha tövbə eləmək, səmimi qəlbdən tövbə eləmək. Mən ruqiyyə eləmirəm, eləyənlər var inşallah. Yəni, şahbaz eləyir. Heç kimsəyə hədiyyə namaz qılınmır. Namaz ancaq Allah, hər kəs öz yerinə namaz qılır. Kiməsə hədiyyə namaz deyə bir şey yoxdur. Dediniz, insanların da heç bizim namazımıza ehtiyacı yoxdur. Corabımsa məhz çəkmək olar. Əgər corabı dəstəmazalda giyibsə, bəli, olar. Nə yuxu? Başa düşmədim. Hansı yuxu? İnsan qulağına səs gəlir, eyb etməz, gəlsin. Ölən biri üçün oruç tutmaya ehtiyac olur. Əgər nəzri olubsa, bir insanın ki, nəzir orucu olubsa, onun yerinə nəzri olubsa, onun yerinə başqası tuta bilər. Burada heç kimsəyə namaz qılınmır, ay bala, ay filan. Yazma da burada belə şeylər, bilmədiyin şeylər yazma. Fatimə Zəhra xanıma Zeynəbə dur hədiyyə qıl. Hədiyyə namazladı yoxdur axı dilimizdə, nə özündən din uydurursan. Burada sual verirsə cavab verirəm. Kimsə burada batil və ya yanlış dini birliklər yazmasın burada. Xahiş edirəm. Gedin başqa yerdə yazın. Heç kimsəyə torpaqla təyəmmüm edilir. Təyəmmüm. Məsələn, su yoxdur və yaxud da su var, adam xəstədir. O zaman dəstəmaz alınmıyor. O zaman təyəmmüm edir. Əlini torpağın içinə vurur. Üzünə məhz çəkir. Bir də sağ-sol biləyə qədər məhz çəkir. Dedim də o sapıq Əlixanı yığışdırın da onun söhbətini də. Olmaz onu dinləmək. Daha şəxslər haqqında soruşmayın da burada. Şəxslər haqqında xüsusi mənə yazın. İnşallah bir neçə maraqlı məsələlərə toxunaraq Allahın izni ilə. Qadınlara xüsusi suallar Ramazan ayında heyzlə bağlı, nifəslə bağlı, həmçinin təravih namazı haqqında toxunarıq. Bir də ki, gözəl faydalara toxunarıq inşallah. İşa namazından sonra da gözəl dərsimiz olacaq. Qəbir zülməti, dünya fitnəsi və s. İnsan hazır Ramazan ayı fürsətdir cənnəti qazanmaq üçün. Bəli, işa namazından sonra. İndi canlı yayında belə, bir də işa namazından sonra ümumi dərsimiz olur. Xeyr, barmaqdan qan gəlməyə görə namaz pozulmur. Təəccüd namazı neçə rükətdir? Təəccüd namazı azı 2 rükətdir. İstədiyiniz qədər artıra bilərsiniz. Bu, Allahdan başqa yalandır. Kimdirsə, xahiş edirəm tərk edin də.
Nə gəlir yazırsınız, bildiniz, bilmədiniz, nə gəlir yazırsınız burada. Allahdan qorxun da, yanlış bildiş verdiyinizə görə Allahdan qorxmursunuz. Burada ancaq sualları qəbul edirəm. Sual verən varsa sual versin. Heç kimsə burada bildiyi şeyi təbliğ eləməsin. Bəlkə sənin təbliğ etdiyin şey yanlışdır. İnsanlara nəyə yanlış nümunə olursan? Təşəkkür namazı, yəni səcdə yeri, önünə baxmaq kifayətdir. Bəli, qəzaları çalışın. Qadın doğuşdan sonra qadınlar bəzən təmizlənmə 40 gün olur, 20 gün olur. Ən çoxu, ən aşağısı 60 gündür. Ona deyirlər nifas quslu. İntihar edən üçün dua eləyə, Allah günahlarını bağışlasın. Böyük günahına ölüb, amma əbədi cəhənnəmli demək olmaz. Sata bilərik o torpağı. Hansı torpağı satmaq? Başa düşmədim. Bəli, 2 qılınır. Bəli, təheccüd namazı 2 qılınır. Yəni sübh namazı kimi. Qadın kişi quslu eynidir, yəni fərqi yoxdur. Qadın kişi quslu eynidir, yəni fərqi yoxdur. Ruzu üçün əstağfurullah zikrini dilinizdən düşürməyin. Əstağfurullah zikri. Ramazanın təravih namazı işə namazından sonra qılınır. Gecə durub yenə də qıla bilərsiniz. Yəni təravih namazının, gecə namazının eyni namazdır. Gecə durub yenə də qıla bilərsiniz. İstədiyiniz qədər Ramazanda qıla bilərsiniz. Vitri 3 də qılmaq olar. Vitri 1 rükət də qılmaq olar. Çox da qolmaq. Qul haqqına girməkdən necə xilas olmaq? Qul haqqına girməyin, tövbə eləyin. Valla önümə nə çıxır onu oxuyuram. Əstəğfirullah və ətub ileyh. Bəli, əstəğfirullah, əstəğfirullah, ətub ileyh. O bütün zikirlər faydalıdır. Bəli, torpaq alınmayıbsa, bəli, satmaq olar torpağı. Bəli, heç bir problem yoxdur. Yəni, ümumi zikirləri saymağa ehtiyac yox. Dilinlə deyin kifayətdir, amma saymaq istəyirsə, nə ilə istəyirsə saya bilərsiniz. Təhəccüd namazı, gecə namazı, eyni namazdır. Adlar fərqli. Təhəccüd namazı deyirlər, gecə namazı deyirlər. Hamısı eynidir. Ən azı 2 rükətdir, bəli, gecə namazı. Ən azı 2 rükətdir. Çoxu nə qədər isə aylı qıla bilərsiniz. Nə qədər qıla bilərsiniz. Sədəqə fərqi yoxdur. Çox, az. İnsanın o bildiyinə görədir. Elmi öyrənmək üçün əlbəttə ki, dərindən başa düşə öyrənə bilərik. Niyə öyrənə bilmirik? Əstağfirullah, ətub ileyh. Əstağfirullah azim, əzəmətli Allahdan bağışlanma diləyirəm. Təsbih ilə zikr eləmək olar, barmaqla da olar. Heç saymağa ehtiyac yoxdur. Təfsirin 5-ci cildi şeydən soruşun da, Şən Şəkərovdan o tərcümə ediyor, ondan soruşun. Kişi qızıl taxmaz yox, qızıl qadınlar üçündür. Kişiyə olar gümüş üzük. Təheccüd namazı azı kidir, çoxu nə qədər istəyirsiz qıla bilərsiniz də. Yəni, çoxu nə qədər istəyirsiz qıla bilərsiniz. Evdə cadını açmaq üçün yazılmış dua var, onu evdən çıxan. Birinci, Bismillah deyin, yandırın. Hərbiçilərdən mənə salam deyin. Allah qorusun hərbiçilərimizi. Onu yanaş şeydirsə, evdə tapılan şey, Bismillah deyin, yandırın onu. Oruç tutan qadın adət dönəm girirsə, bəli, adət dönəmdə qadın oruç tutmur, ondan sonra qəzalarını tutur. Yox, ağ qızıldır, əgər o ölkədə yaşadan yer qızıl sayılırsa olmaz. Vitr namazı və gecə namazı eynidir, bəli, vitri sonda qılırsan, 1 rükət. Əgər gecə qılacaqsansə, vitri saxlayırsan, sonda qılırsan. Hacət namazı belə namaz yoxdur. Sadəcə insanın ehtiyacı olanda dur namaz qıl, Allaha dua elə. Allah hərbiçilərimizi qorusun. Biz hər zaman dua edirik. Allah əskərlərimizi qorusun, zabitlərimizi qorusun. Həmişə dua edirik biz. Həqiqətən də fədakarlıq göstərirlər onlara. Bax, indi soyuqda biz oturmuşuq isti yerdə, çay, söhbət edirik. Onlar isə
Sərhədlərimizi qoruyurlar, ölkəmizi qoruyurlar, vətənimizi qoruyurlar. Allah qorusun əsgərlərimizi. Öləndə Yasin oxumaq o adətdir, yəni dində elə bir şey yoxdur. Dünyasını köçən üçün çoxlu dua etsən, Allah məkanı cənnət elə, günahlarını bağışla, məkanı cənnət elə, onu yerə sədəqə verə bilərsən. Qəza namazları hansı qəza namazları? Gündəlik namaz qəzaya qalıbsa o qılınır. Amma bir insan 40 yaşına namaz gəlibsə, ondan əvvəlkilər namazını qılır, yox. Allah da hamısını nə edir? Silir, bağışlayır. İnşallah imanı necə ailədə evlada ad qoymaq kimə aiddir? Yəni valideynlər istədiyi ki, adı qoysunlar da, anlaşsınlar, qoysunlar da yəni. Və Şaban ayında Peyğəmbərimiz çoxunu orucla keçirir, bəli. Rəcəbdə xüsusi bir orucu yoxdur, amma Şabanın Peyğəmbərimiz çoxunu orucla keçirir. Allah qorusun bizim bu gözəl vətənimizi, əsgərlərimizi. Valideynə münasibət necə olmalıdır? Valideynlər hər zaman dua eləmək, valideynləri sevmək, valideynlərə yaxşı davranmaq. Yəni, valideynlərə qarşı dinimiz necə buyurubsa elə olmalıyıq. Dinimizdə kirvə deyə bir şey yoxdur. Kirvə adətdir bizdə. Yəni, kimsəyə kirvə tutur. Yəni, amma qonaqlı zad vermək belə, onlar eyb etməz. Hər namazı vaxtında qılmaq lazımdır. Hər namazı vaxtında. Eğer namazlar zöhr, əsr birləşir, səfərdə olanda. Həddi bula vaxtından tutmadım orucdan, xeyr. Şeyx Dabuni kimdir? Şeyx Dabuni tanımıram. Sabuni olar. Əsəb olun, çoxlu zikr edin, çoxlu dua eləyin. Vitr namazı azı bir rükətdir. 3 rükət də qıla bilərsən, çox da qıla bilərsən. Hə, inşallah, sabah Quranı qoyacağım mən. O Firdoz dükanına, oradan inşallah götüzdərərsiniz. Vitr təvcüh birləşdirmək olar? Bəli, olar. Uşağın qulan adını kim oxumalıdır? Kimisi yoxsun. Ad qula oxunmur. Sadəcə hədisdə gəlib ki, o da zəif hədisidir bəzi alimdə. Bir qulağına əzan, bir qulağına iqamə oxumaq olar. Amma adını qulağa oxumaq deyə bir şey o bizdə çıxıb. Dəli yığınacağı, tanımıram. O nə addır, dəli yığınacağı? Gözəl bir ad seç. Vəhşət namazı bir namaz yoxdur. İnsan dünyasını dəyişənə cənaz namaz qılır. Vəhşət namazı bir namaz yoxdur. Hə, inşallah, inşallah. Vəhşət namazı yoxdur, yox. Cənaz namazı var. Sonra bəziləri pul ver, 80 manat versə, dünyadan köçən ki, vəhşət namaz qılır. Nə oldu ya, bu namaz pulla qılınır? Belə şey var dinimizdə. Subhanallah. La ilahe illallah. Sübh namazını avtobusda qıl, miniyində qıl. Təheccüd namazı necə qılınır? 2 rükət qılınır. Azı 2 rükət. Çoxu 2 artıra bilərsiniz. Dəli yığınacaq. Biz heç kimsəyi təkfir eləmirik. Bu dəli yığınacağı deyəsən təkfirçi deyə bu. Kimdir başım çıxmır? Deyəm bunu blok eləyim. Onu təkfir eləyə bilər. Bunu təkfir. İşin gücün yoxdur. Get ibadət elə, namaz qıl. Qız adı, valla bir ara paylaşmışdıq İslam.nöqtə saytında, bilmirəm, qalıb qalmayıb. İslamda qız adları, kişi adları. Qız adları çoxdur. Safiyə, Fatimə, Aişə, Zeynəb, Havlə.
Maşın satmaq üçün, filan şey üçün belə xüsusi dua yoxdur. Ümumi zikirlər, əstəğfurullah zikri, ruzu üçün. Təheccüd namazı işə namazından sonra sübh namazına qədər vaxtı var. Təheccüd namazı işə namazından sonra sübh namazına qədər vaxtı var. Cəmilə, əfifə belə yazdılar. Yəlfirki bilməm nəyə qəsd edirsən, yəlfirki. Vitr namazı, əgər gecə namazına qalxmayacaqsınsa, vitr namazını yatsı namazından sonra qıl yat. Birdən gecə dursan, qıla bilərsən yenə də gecə namazını. Amma yox, gecə qalxırsansa, o zaman vitr namazını gecə namazından sonraya saxla. İnşallah başlayırıq söhbətimizə. İndi sualları saxlayaq. Xahiş edirəm, sualları saxlayaq. Bir neçə gözəl mövzuya toxunaq, sonra sual cavab eləyərik. Bir də işə namazından sonra da gözəl dərsimiz olacaq. Salavat, Peyğəmbərimizə salavat deməkdir, bəli. Bismillahirrahmanirrahim. Sualları saxlayaq da, xahiş edirəm. Elə bu, bəzi sualların cavabımızı burada alacaqsınız. Əfifə, iffətli deməkdir, bəli. İffətli qadın deməkdir, əfifə, bəli. Sizdən razı olsun. Ehtiyacı olanla sədəqə atmaq, sədəqə sayılır, bəli. Sadəcə biz sosial şəbəkələr çox paylaşırlar. İnsan bilmir, yəni, həqiqətən də. Bəzən də olur, saxtakarlar da. Ona görə pulunuzu atanda dəqiq, doğru, dürüst insanlara atın sədəqənizi. Sübh namazını durmağa çalışın da, vaxtı-vaxtında yatın, gecə yatın, saatı qurun. Bir neçə fayda oxuyub, işə namazdan sonra gözəl dərsimiz olacaq. İşə namazdan sonra davam edəcək. Və bugünkü dərsimiz o qadınlar barəsində hökmlər də inşallah YouTube-da olacaq sabahdan bürsümdən. Qadınlar mütləq onu neynəməlidir, dinləsinlər. Xanımlar başı açıq salavat verə bilər, başı açıq salavat, zikir, Quran oxuma, hamısı olar. Pul qazanmırsansa sədəqə vermirsən, sədəqə vacib deyil ki. Sədəqə imkanı olan üçün verir, heç bir problem yoxdur, narahat olma. Salavat duadır, əlbəttə ki, salavat, Allahumma salli və sən alə Muhammed. Allahım, sənin salavat və salamın olsun Peyğəmbərimizə, Allahdan istəyirsən. Bütün dualar Allahdan istəyir, Allahdan başqasına dua edilməz. Bir fayda da oxuyum, görürəm, dayanmırsınız. Nə deyir Həsən Əbası? Qəbrin yastığı. Qəbrin yastığı bilirsiniz nə olacaq deyir. Mömin qəbirdə etdiyi əməlləri ilə yastıqlanar, yastıq olar. Əgər əməllər yaxşıdırsa, bu onun üçün xeyirdir. Əgər əməllər pisdirsə, bu onun üçün zərərdir. Odur ki, möhlət vaxtı əlindən alınmamışdan əvvəl Allahın rəhmətinə sığır. Bir şey yemək vermək sədəqə sayılır. Bəli. Oxumuram da. Dinləmirsiniz. Allah sizdən razı olsun. Onsuz az qalıb inşallah sizinlə vidalaşacağım. İşə namazına hazırlaşan. İşə namazı. Hazır saat 9-un yarısında inşallah dərsimiz olacaq. Başqa gözəl bir dərsimiz olacaq. Vitr namazını 5 rükət qılsam, 2-ci 4-cü rükətdə təşəhhüdə oturmalıyıq. Bəli, elə də qılmaq olar. Ən yaxşı nədir? Təheccüd namazı, təşəhhüd namazı 2-2. 2 qıldın, sonra yenə 2 qılın, sonra yenə 2 qılın, sonra yenə 2 qılın. Ən sonda 1 rükət qılın. Ən sonda 1 rükət qılın. Allah da sıxıntılarımızı aradan qaldırsın. Allah da sizlərin ruzunuzu bol eyləsin. Allah da bizləri hər zaman dünya axirətə xoşbəxt eyləsin. Allah da elm məclisin sonunda günahlarımızı bağışlasın. Vitr namazda qunut vacib deyil. Qunut istəsən deyə bilərsən. Vitr yəni 1 rükət qılırsan da. Təşəhhüd eynidir, bəli. Bütün namazlara təşəhhüd duası eynidir. Sübh namazı 2 rükət qıldıqdan sonra yenə qılmaq 2 rükət. Sübh namazından sonra deyil. Sübh namazından əvvəl 2 rükət sünnə namazı var. Sonra 2 rükətdə ayrı sübh namazı var.
Şuara surəsi neçənci ayə dediniz bu dəqiqə? Mən əzbər bilirəm, sizə deyim. Şuara surəsi ayə 64. Rabbənə həblənə min əzvacinə və zürriyyətinə qurrətə a'yunin və cəalnə lilmuttəqinə imamə. Ey Rəbb, bizə zövcələrimizdən və övladlarımızdan gözümüzün işığı olacaq salih övladlar bəxş eylə. Nə gözəl bir dua. Rabbi həbli hukmən və əlhiqni bis salihin və cəalli lisanə sidqin fil əxirin və cəalni min varasəti cənnətin nə'im. Ey Rəbbim, mənə hikmət və elm və məni salihlər bir yerdə ilə, mənə sonraki nəsillərdə gözəl ad bir qoy və məni nemət dolu cənnət varislərindən eylə. Nə gözəl bir dua. La ilahə illallah. Şuara surəsi 83, 84, 85. Yox, mən hafiz deyiləm, əfsuslar olsun. Mən hədis üzrə oxumuşam əsas. Hədis elmlər üzrə. İnşallah qızım, bu günlərdə inşallah olmalıdır Allahın izi ilə. Xəbər edəcəm sənə inşallah. İşə namazın vaxtıdır, bəli. Gedin qılın. İşə namazını mən gec də qıla bilər. İşə namazını meçiddə qılmırsansa, gecənin yarısına qədər uzada bilərsən. Daha gözəl. Baxıcı yana getmək küfürdür. Ola şeytanlara ibadət edən kafirlərdir. Baxıcıdan yana getmək. Mənim oğlum 16 yaşı var, heç sözümə baxmır. Valla oğlan uşaqları belədir. Bizim oğlumuz da elədir. Sözə baxmır Xalid. Anasını incidir. Məndən qorxuram. Yox, işə namazını vaxtı indi girdi. İşə namazını gecə yarısına qədər qılmaq olar. Təmiz yer olmur deyənə balaca bir yerə səccadə, kartonla qoyub qıla bilərsiniz. Təmiz yer olmur deyə bir şey yoxdur. İş yerində namazı qılın. 12-yə kimi, yəni gecə yarısına qədər də, gecə yarısı indi 12 yay ilə qışda dəyişir. Gecə yarısına qədər qıla bilərsiniz. Təkfirçi nə deməkdir? Təkfirçi, yəni günah edən müsəlmanlara kafir deyən. Hər müsəlmana kafir demək olmaz axı. Bir insan səhv eləyib, günah eləyib, ona görə kafir demək olmaz. Biz tövsiyə eləməliyik. Sünnət namazlarını qılmaq savabıdır, qılın. Nə gözəl. Qəbristan gedəndə dua etsən ki, Allahım günahlarını bağışla, məkanlarını cənnət eylə. Qohumla evlənmək olar, xala qızı, əmi qızı, dayı qızı, niyə evlənmək olmur? Peyğəmbərimiz salsın öz qızını kimə verdi? Əli ibn Əbi Talib. Əli ibn Əbi kim idi? Peyğəmbərimizin əmisi oğlu. Yəni, Fatimə kimlə evləndi? Əmisi oğlu ilə. Namazı qılmalısınız. Yox, qıla bilmirəm, bəhanədir. Allaha dua eləyin. Allaha dua eləyin. Allah namazlarda müvəffəq eyləsin. Qadağan etməyiblər. Yox, elə bir fikir var idi, amma ölkəmizdə qadağan elm olunmuyor. Kim deyir qadağan edilər? Millət gecə gündüz evlənir. Yox, namazları səssiz qılırsınız. Amma ki, sübh namazı, məğrib namazı, işə namazı səslə qılınır. 2 rükət. Bu dövrdə evlilik çox çətindir. Razıyam. Nə qədər gənclər var, evləndir. Hər gün mənə deyirlər, yaşamayan evləndir, yaşamayan evləndir. Tamam, hardan evləndirir mən sizi? Ruh tutmaz insanı, yox. Ruh tutma diye bir şey yoktur. O insanın cin zat toxunu bilə ruh tuttur. Ruhlar bərzaq dünyasında. O bu dünyaya gəlməz. Evlad istəmək üçün əstağfurullah zikri. Təyyəmmüm alma hansı halda məsləhətdir? Su yoxdur və ya da su var, insan xəstədir. Səsli namazlarda 2 rükət səsli qılınır. Sonraki 2 rükət səssiz qılınır. Təhəccüd namazını İşə namazından sonra ta sübh namazına qədər vaxtı var. La ilahe illallah məlikil haqqul mubin deyə dua yoxdur. Mən evlilikdən qaçıram, millət evliliyə qaçır. Evlilikdən niyə qaçırsınız? Evlənmək lazımdır. Cinsi əlaqədən sonra yuyunmaq məcburdur. Xeyr, məcbur deyil. Amma ki, insan qüsları namaza görə. Hansı namazda səsli qılınır? Sübh namazı, məğrib namazı, işə namazı, 2 rükət.
Evlənməkdən qaçmaq olmaz. Ev gənclər, evlənin. Bəzi xanımlar nazqoz eləyirlər, evlən, sonra çatırlar 30 yaşına. Ay Yaşar müəllim, bəxtimiz niyə açılmır? 30 illərdaydın. Hər kəsi qapısından geri çevirir, sonra deyir, bəxtim niyə açılmır? Gecikdirmək düzgün deyil. Eşidin, bacılar. Düz insan var bu dövrdə. Niyə yoxdur düz insan? O qədər düz insanlar var ki. Qüsursuz gəzmək yox. Yəni deyir ki, yaxınlıq olub. Yaxınlıq olan sonra dərhal qüsl almalı. Yoxsa sübh namazına əvvəl qüsl ala bilər. Əlbəttə sübh namazına əvvəl qüsl ala bilər. Qüslun təyəmmüm var. Qüslda da eyni. Əgər üzərində qüslü var, su vura bilmirsə, təyəmmümlə əvəz eləyə bilər. Yox, qarğış olmaz. Oğlum deyir, çox əsəbləşəndə qarğış çıxır ağzından. Çıxmasın qarğış. Əsəbləşəndə mən dedim axı sizə, bax, əsəbləşəndə həyat yoldaşınızı vurmayın, əsəbləşəndə uşaqlarınıza qarğış eləməyin. Əsəbləşəndə mən dedim axı, gözəl çıxış yolu var əsəbləşəndə. Əsəbləşəndə mən nə demişdim? Kim deyər? Kim deyər? Bir dənə deyim baxın. Əsəbləşəndə nə demişdim? Başınızı divara vurun. Əsəbləşəndə uşağa niyə bəddua edirsən? Həyat yoldaşı niyə vurursan? Başını bir dənə duvara vur. Başını duvara vur. Ondan sonra əsəbləşməyəcəksən. Başına bir dənə belə kosirik çıxsın. Görüm ondan sonra əsəbləşirsən. Bəylərin subay qalmağı günahdır. Elə qadınların da günah qalmağı, subay qalmağı günah. Hə, oxuyun bunu. O bədduadan dediniz. Baxın. Yəni əsəblə onlar bəddua edərsə, bəziləri soruşur, birdən əsəblə bəddua etdim, filan peşman. Necə geri alın? Baxın. Geri almadığı bir şey yoxdur. Allah da buyurur İsra surəsi 11-ci ayə. İnsan xeyir dilədiyi kimi bəzən şər üçün də dua edər. İnsan tələsəndir. Nə deməkdir bu? Əşu Əlxan Musayevi rədd edində buradan. Dedim axı soruşmayın o işitçidən. İnsanları ölümə göndərdi. Ailələr darmadağın olur, özü keyflə yaşayır. Dedim axı soruşmayın o adamlardan məndən. Danışmayın o vicdansızlardan. Ayəni dinləyin. Nə deyir? İnsan xeyir dilədiyi kimi bəzən şər üçün də dua edə bilər insan özünə. İnsan tələsəndir. İsra surəsi 11-ci ayə. Baxın nə deyir Həsən el-Basri? Bu insanın övladı və həyat yoldaşı üçün bəddua etməsidir. Biri qəzəblənər və özünə bəddua edər. Həyat yoldaşına, övladına, malına lənət oxuyar. Əgər Allah onun bu duasını qəbul etsəydi, ona çətinlik və bədbəxtlik gələrdi. Amma Allah onun bu duanın təsirindən qoruyur. Çünki insan xeyir üçün dua edər və Allah ona verər. Bu duasını altına neynir? Qəbul etmir. Əlxan, yəni sənin balaların qeyb ölməyib də Türkiyədə, Suriyada. Əlxanın fətvasıyla qeyb Suriyada öldülər. İndi analar gözü yaşlıdır. Sənin balan ölsəydi, Əlxanı bugün gözəldirməzdin, lənət oxuyardın. Ya Allah, sənə də bir dənə blok. Balası ölməyənlər o Əlxanın vicdansızlığını anlamazlar. Kimin balası ölüb, gedin onlardan soruş, sizə desin Əlxan kimdir. Bu fətvasıyla insanları ölümə göndərdi. Sənin balan ölməyib, oğlun ölməyib, qızın orada əsir düşməyib, xol düşərgəsində qalmayıb sənin balaların. Hə, sənə rahatdır. Demək ki, filan kəs belədir. Düşərdi sənin balan Suriyada ölərdi, qızın orada xol düşərgəsində əsir qalardı və başqalarının cinsi oyuncağına çevrilərdi. Onda deyərdim sənə ki, sən həqiqətən də o zaman o adam üçün nə deyərdin? Başınıza gəlməyib, baxı, rahatdır sizə. Nəysə, əsəbləşdirməyin məni. Başa düşdünüz mövzunu? Allahın hikmətindəndir ki, İnsan bəzən özünə bəddua edir, Allah qəbul etmir. Baxın, altıra buyurur İsra surəsi 11-ci ayədə. İnsan xeyir dilədiyi kimi bəzən şər üçün də bəddua edər. İnsan tələsəndir. Nə deməkdir bu? Bu insanın övladı və həyat yoldaşı üçün bəddua etməsidir. Biri qəzəblənir və özünə bəddua edər. Həyat yoldaşına, övladına, malına lənət oxuyar. Əgər Allah onun bu duasını qəbul etsəydi, ona çətinlik və bədbəxtlik gələrdi. Amma Allah nə edir? O duaları qəbul etmir. Niyə görə? Tələskənlikdən dediyinə görə. Subhanallah. Amma Allah onu bu duanın təsirindən qoruyur.
La ilahe illallah. Ona görə də yenə də evladlarınız üçün bəddua etməyin əsəbləşəndə. Həyat yoldaşlarını bəziləri əl qaldırırlar. Ən gözəl yol. Niyə tələs? Ay gözəl kişilər, ay analar. Əsəbləşəndə evlada bəddua etmə. Əsəbləşəndə, yəni, qapıya bir dənə başı vur bəsdir. Evlənmək istəməyə nə etmək lazımdır? Şallah vurmaq lazımdır. Və nə bilim nə etmək lazımdır? Nəsiyyət eləmək lazımdır. Zikri, estağfurullah zikri. Bütün zikirlər faydalıdır caduya qarşı. İnşallah birazdan gözəl bir mövzuya toxunacaq. Ramazan yaxınlaşır. Biliyimizi artıraq Allahın izni ilə. Tavaf edərkən dəstəmaz pozulursa, gedir, dəstəmazını alır, gəlir, tavafını davam edir. İnşallah, dua eləyin, inşallah. Yuxu görən zaman Yusuf Peyğəmbər xeyrə yolsun demək olmaz. Yusuf Peyğəmbərdən onun kömək istəmək olur. Estağfurullah. Yusuf Peyğəmbər bizim yuxularımızı yozmur ki. Pis yuxu görəndə yozmayın, yaxşı yuxu görəndə yozun. Amma sənin yuxunu Yusuf Peyğəmbər yozsun. Yusuf Peyğəmbər axirət dünyasından sənin yuxularını necə yozur? Elə şey yoxdur, elə demək düzgün deyil. Mən ayrım edirəm. Mən deyirəm ki, mənim canlımda yazmayın. Şiə sünni söhbəti salmayın. Mən nə vaxt demişəm şiə sünni söhbəti? Ey dinləyicim, düzgün oxumamısan sən. Əksinə o ixtilaf salanları blok eləmişəm. Üstünə ağırlığı varsa, yəni o şey qəsd olunur da, bu cadu filan və s. üzərində ağırlığı var. Ona görə ən yaxşı nədir? Çoxlu zikr eləmək. Çoxlu zikr. Və əsasən caduya qarşı la havlə və la quvvətə illə billah zikri. Bu arxadakı yaxşıdır. Hı? Düşsün də neyini? Borclar üçün çoxlu zikr eləmək, çoxlu dua eləmək. Xüsusən la havlə və la quvvətə illə billah zikri. Estağfurullah zikri. Bax, bugün çoxlu salavat zikrini dilimizdən düşürməyək inşallah. Allahın izni ilə. Güllə batmaz belə bir dua zad yoxdur. Boş şeydir. Güya yayırlar ki, güllə batmaz, suda batmaz, nə bilim, neynəməz. Belə bir şey zad yoxdur. Ay jeton satan. Burada reklam zaddır sənin üçün, jeton satırsan. Estağfurullah zikri. Cadunu tapma ehtiyac yoxdur. Caduya qarşı zikir, dua edirsiniz. Qorxmaz. Sən get o ələ salma sualı öz quş beynivə ver. Utanmaz. Quran sənin üçün oyuncaq zaddır. Bunu da blok eləyə geçsin. Ay, işçilərin işi gücü yoxdur da. Bu işçilər gəlir də yenə də bu təkfirçilər. Ay işçilər, gedin işçilərin dərsinə də. Nə işiniz var sizin burada? Zikirlə bəli, cadu batıl olur əlbəttə ki. Yəni çoxlu zikr eləyin, əlbəttə batıl olur. Zikr elə ən böyük nədir? Qorunmaq üçün zikir. On 13-14-15-i hər aydan 13-14 tuta bilmirsiniz. Onu istədiyiniz gündə tuta bilərsiniz. Əsas odur ki, hər aydan 3 gün oruç tutmaq. Artıq da Ramazan ayı gəlir. Ramazan ayının hamısını tutacaq Allahın izni ilə. Hər şeydə əstağfurullah zikri, əstağfurullah zikri, əstağfurullah zikri. Donursa o sizdədir. Söndürün, yandırın. Bizdə yaxşıdır internet. Dinləyicilərimiz hələ şikayət eləməyiblər. Uşaqlarınıza görə niyə narahat olursunuz? Çoxlu zikr edin, çoxlu dua eləyin. Heç nədən qorxmayın. Abu Hənifənin kitabını oxumaq nə gözəl bir şey. Əlhamdülillah. Böyük alimlərdən birisidir. Nə duası oxuyaq ki, yuxuda görək əməli bizə kim edib. Belə bir şey yoxdur dinimizdə. Sizin nəyimizə lazım kim edib? Sən çoxlu zikr elə, dua elə, sizə təsir eləməsin. Sizə nə edirsiniz? Kim edib deyə onu bilmək. Nəyə lazımdır o?
İnşallah birazdan sual cavabı saxlayırıq. Bir neçə mövzulara toxunuruq Allahın izni ilə. İnşallah sonra yenə də sual cavab eləyəcək. Hansı ki Ramazana yaxınlaşırıq. Bəzi Ramazan barəsində elmimizi artırmalıyıq. Bəzi hökmlər, əhkamlar öyrənməliyik. Yazdım da insan, yazdım axı Əbu Hənifə böyük alimlərdəndir. Başqa nə yazım? Subhanallah, yenə eyni şeyi yazırsınız. 40 açar duası deyə bir dua yoxdur, xeyr. İmtihana gedəcək uşaq çoxlu zikr eləyin. Əstağfurullah zikri, la havlə və la quvvətə illə billah zikri. Dilinizdən düşürməyin bu zikirləri. Qorxu üçün İxlas, Fələq, Nas, Ayətül Kürsi. Qəzasını bəli qılmalıdır. Əməliyyat əsnasında qılmadığı namazın qəzalarını qılmalıdır. Hacət deyə namaz yoxdur belə xüsusi. İnsanın ehtiyacı varsa geçsin namaz qılsın. Nə deyir bu? Dondusa sizlə əlaqəli deyə. İnansız məndən deyil. O sizlə əlaqəlidir. Biz heç kimi acılamırıq. Düzünü deyirik. Xoşun gəlmir, girmə bura. Ey elmi perfumsan, nəsən? Bizim kimi acılamışıq, girirlər bizim TikTok'umuza bu təkfirçi, işitçi söz atırlar. Onları blok edirik. Xoşun gəlmir, girmə də qardaş, məcburdur. Qur'ana görə oruç tutmaq ay hansı ay olmalıdır? Ramazan ayı, əlbəttə Qur'an-ı Kərim Ramazan ayında indirildi. Ramazan ayında da oruc. Cadu olan insan nə cür olur? Qur'an oxuya bilmir, sıxılır, darılır. O kanalı bilmirəm, nə deməkdir? Misyon, dəvədir, nədir? Tanımıram, bilmirəm onu. Yəni kimsə sizin haqqınıza giribsə, bağışlamaya çalışın və yaxud da ki, dua eləyin, Allah islah eləsin. Öz dilimizdə əlbəttə Quran oxumaq savabdır. Niyə savab olmasın ki? Əlbəttə ki. Ramazan ayı bilinən aydır da, əlbəttə ki, oruc Ramazan ayında tutulur da. Gözəl insan. Məni qəbul etmir təkfirçilər, xavariclər, işitçilər. Elə qəbul etməsinlər, elə mən onlardan uzağam. Bəxt açmaq üçün, hər şey üçün əstağfurullah zikri. Qara et döşündə ağ var, saxlamaq olar. Hansı itlər saxlamaq olar? Bəllidir, ov iti, tarla iti, qorumaq üçün. Amma oyuncaq itlər yox. Cadu var, mən inana bilmirəm elə şeylə. İnanmırsınız, inanmayın, neyniyək? Mən nə deyim? Birinci, dördüncü oruç tutmaq savabdır. Peyğəmbərimiz hər həftənin birinci, dördüncü oruç tutar. Çünki birinci, dördüncü gün orucu nəyə görə tutardı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Çünki həmən gün oruclar Allaha qaldırılır. Allaha qaldırılır. Əməllər Allaha qaldırılır. Onun içərisində deyərdi ki, oruc olmasını istəyirəm. Birinin pisliyinə cadu edilə bilər. Əli necə gəlir? Vallahi elə insanlar var, murdar insanlar var. Gedirlər paxıllıqdan bir-birinə cadu etdirirlər. Qohumlar, qonşu. Belə pis insanlar həmişə var. Xeyr, çoxlu zikr eləsə, Allahın izni ilə ona cadu toxunmaz. Sübh namazının qəzası əlbəttə ki var. İnsan yatıb qalıbsa, sübh namazını duranda qılmalıdır. Oxuyuram, heç çatdıra bilmirəm sualları. Hansı sualları çatdıra bilmirəm? Yazın mənə WhatsApp-a. Bu WhatsApp-da bugün sualları hamısını cavablandırmışam. Cadunu batil etmək üçün çoxlu zikir, çoxlu dua, xüsusən əstağfurullah zikri, la havlə və la quvvətə illə billah zikri. 5-ci gün oruc tək tutulmur, amma əvvəli gün tutmuşsunuzsa, ardıcı tuta bilərsiniz. Duha namazı savabdır, amma zikirlərin öz yeri var. Duha namazın öz yeri var. Hər şeyin öz yeri var yəni. Ramazan ayına görə belə yəni həddini aşmamaq, yəni evi bəzəyəndə, bəzən də ev o qədər bəzilə ehtiyac yoxdur. Yəni bir-iki dənə şey asmaq olar ki, uşaqlar sevinsin ki, Ramazan ayı gəlir deyə. Bəli, Allah Rabbi və la üşriku bi əhədə. Peyğəmbərimiz sallallahu buyurur ki, sıxıntıya qarşı ən gözəl edilən duadır. Sidr tozunu suya qatırsınız. Deyək ki, bir 10 litr suya bir qaşıq qatmaq kifayət çay qaşığı. İçərisinə
Oxuyursa İxlas, Fələq, Nas, Ayət, Kursi, Fatihə hərəsini 3 dəfə. O su ilə çinmək də olar, yuyunmaq da olar. Caduya qarşı çox möhtəşəm təsiri var, caduya qarşı. Ramazan ayı bu il mart ayına düşür, bəli. Ruzu üçün əstağfurullah zikri var. Bizim dinləyicimizə öyrətmişdim. Əstağfurullah zikrin dilindən düşür. Deyir, Allah həmd olsun ki, deyir, ruzun deyir, çox düzəldi, deyir. Cadu olan adam necə bilinir? Sıxılır, pis qorxur və ya səs eşidir. Yəni, misal, tibbi cəhətdən bədəndə heç bir ağrı yoxdur, ağrılar var bədəndə dözülməz. Amma gedir həkimə, həkim deyir ki, sənin bədəndə elə bir, yəni tibbi cəhətdən bir ağrı yoxdur. Cənabətlərlə oruç tutmaq olar, bəli. Sonra cənabəti qüsl alır ki, namaz qılsın deyə. Müşk yandırma haqqında belə məlumat yoxdur, müşk yandırma. Müşk qatılır suya. Allah hamımıza razı olsun. Namaz qıla bilmirəm. Qılmalısınız namazı. Necə qıla bilmirəm? Bəhanədir o. O suyu isti suya qatıb çimmək olar. Bəli, əlbəttə ki, o deyilmir ki, o soyuq su ilə çimməlisən. İlıq su ilə isti suya da qatıb çimə bilərsən. Sidr tozudur, əlavə oxuyursan. 11 yaşı oğlan uşaq namaz qılanda yan-yana qılmalıyıq. Bəli, yan-yana qılın. Hicama da cadudan təmizlənmək ən böyük səbəblərdən birisidir. Əstəğfirullahal-azim, bəli, çox gözəl zikir. Yox, hər il mart ayında olmur, yox, bu il mart ayına düşür. Yəni, hər il dəyişir, 10 gün geriyə gəlir. 9 yaş uşağı vacib deyil, amma istəsə uşaqlar öyrəşmək üçün gün ortaya qədər tutsunlar heç olmasa, yəni öyrəşdirmək üçün. Həddi bula çatmayıbsa, vacib deyil. Kullu nəfsin zəiqatul maut. Orada səhv yazmışsınız. Hər nəfs ölümü dadacaq. Allah qızınıza şəfa versin. Ümumi zikirləri nə qədər çox desəniz, o qədər yaxşıdır. Ümumi zikirləri nə qədər istəsəniz, çox deyin. İnşallah, indi sualları dayandırağın. Biraz Ramazan haqqında elimizi artırar. Ramazan yaxınlaşır. Düzdür, Ramazan ayında biz bunları təkrar edirik. Amma yenə də bunları öyrənmək lazımdır. Üzülü sayın, suallar çox-çox gəlir, çatdırıb oxuya bilmirəm. Niyə inciyirsiniz mənlə? İnciməyin, yazarsınız mənə WhatsApp-a. Bu gün iftara gələ bilmirəm. Elə iftarı mən burada eləyəm inşallah. Dərs keçən yerimiz var, orada iftar eləyəcəyik. Dəfnə yarpağı evdə yandırmaq boş şeydir, elə şey zad yoxdur. Dəfnə yarpağı yandırana nəsə olur deyə. Qara it döşünü ağ deyilir, şeytan özüdür. Yox, yanlışdır. Yəni, ağ şeyə görə itin bədəndə şeytan olmur. Xudata deyirsiniz, xudata uzaqdır. Qadınlar namaz qılarkən ayaqları bağlı olmalıdır, corab giysinlər. Qadınların kişiyə deyir, əxicən deməsi icadır. Əxi qardaş deməkdir. Qadına uxtudur. Qəribə suallar verirlər. Ramazan hərə gəlsin, Ramazanda çox-çox dua eləyəcək inşallah. Qadın kişi namaz qılarkən dirsəkləri yerə qoymazlar. Dirsəklər havada qalmalıdır. Sirkə ilə təmizləmək, yəni dini cəhətdən deyil, bəlkə təmizlik üçün təmizləyirlər yəni sirkəni. Amma ki, əsas nədir? Dini cəhətdən sehir, caduya qarşı o suyun içərisində İxlas, Fələq, Nas, Ayət, Kurs oxumaq lazımdır. Sidr tozu və həmçinin istəsə sirkə də əlavə eləyə bilər. Cənabətli necə oruçma? Cənabət oruca mane deyil. Misal üçün deyək ki, qalxdın sübh namazına cənabət qüsl almalısan, artıq oruc başlayıb. Oruca davam edirsən, cənabət sonra alırsan. Aillər arasında şirinlik deyə belə xüsusi dua yoxdur. Ümumi bütün zikirlər, bütün dualar nədir? Faydalıdır. İndi sualları dayandıraq. Bax, Ramazan mövzusuna toxunuruq. Bu çox yaxşıdır. Sidr tozunu suya qatıb onu çox oxuyubsa, bəli, o su ilə çinmək də olar. Sidrli su ilə çinmək də olar, yuyunmaq da olar, evi də təmizləmək olar, əlbəttə ki. İnşallah sualları saxlayırıq. Kullu nəfsin, vəli kulli şeyin zəkatun və zəkatul bəndəsiz siyamu. Belə o sözdür, hədis deyil Peyğəmbərimizdən. Hər şeyin zəkatı var, bədənin zəkatı orucdur.
O Peyğəmbərimizin hədis deyil, belə bir sözdür, gözəl bir söz kimi. Sidr tozunu Bioarabika dükanlarından ala bilərsiniz inşallah. Sual cavabı ayırarsın da yəqin ki, yoxsa bir yerdə gedəcək. Kəbini məsciddə kəsdirirlər. Kəbin məsciddə kəsirlər. Kəbini çünki hər adam deyəndə kəbinin şərtlərini bilməlidir. Vacib olmayan namazı arasında ən fəzilətli namaz gecə namazı, yəni təheccüd namazı. Hə, bugün qəza orucunu tutun, sabah cümədə davam edə bilərsən. Yenə qəzan varsa tutun. Oruçdan zəlli qoydura bilər, bəli. Ayın biri orucuq inşallah. Hə, göndərin WhatsApp-a, baxım görüm o mənə oxşayan kişi kimdir. Allah sizdən də razı olsun. İndi Ramazan haqqında, Ramazanda daha çox danışacaq qadın məsələlərinə. Qadına zülm barəsində toxunacaq inşallah. Ramazanda gözəl söhbətlərimiz olacaq inşallah. İndi orucu barəsində danışaq ki, orucu az qalıb. Hər bir şeyi orucu pozmuyor. Bilirsiniz də, Ramazan girdi, fətva verənlər çoxalır. Cəmaatın vur tut, nədir? Orucunu pozdururlar. Hamilənin axırıncı ayında oruç tutmaq olar, çətinsə tutmasın. Axırıncı ayında, yəni daha çox qadına çətin olur. Həkimlə məsləhətləşsin. Uşağın inkişafına zərər verirsə tutmasın. WhatsApp-a yazılı bilgilər göndərin də. Mən göndərim, başa düşmədim. Hicama orucu pozmur, xeyr. Hicama orucu pozmur. Sadəcə, əgər hicama edəndə ona çətin olsa, oruç tutmaq, zəiflədərsə, hicama etdirməsin. Ətir iyləmi orucu pozmur, yox. Sadəcə, ətir vuranda yağını vurun, pozmur. Sadəcə, spreydə deyirlər ki, alimlər spreyi belə ağzıma vurmur da, bəzə ətiri götürəndə ətiri vurmur. Ətirdə çimənlər var belə, şak 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 şak. Ağız vurma, yəni bədəninə vur, ağız istiqamətində vurma. Oruç tutanın səhhətində problemlər olur. Əgər sağalan xəstəlikdirsə, qəzasını Ramazandan sonra tutacaqsınız. Yox, daimi xəstəlikdirsə, o zaman onun gün başına bir dənə fağır doyuzdurursan. Yəni bir yemək, bir iftar yeməyi. O da olur 4 manat, 5 manat, 6 manat. Bəzi iftar verirlər 6 manat, 7 manat. Dərsə yazılmaq olar. Dərsə burada canlıdan girin də inşallah. Şeyx o böyük Qurandan birisini göndərə bilərsiniz. Qurbandır, hədiyyə. Kim istəyirsə. Hara göndərim, necə göndərim? Dəstəmaz alma barədə yazın mənə, WhatsApp-a göndərirəm sizə link. Oradan baxarsınız dəstəmaz necə alınır. WhatsApp-dan yenə göndərirəm, mən hər gün göndərirəm bilgilər. Ola bilsin sizin nömrənizə getmir, yenidən yazın ki, mənə də göndərin deyə. Sigaret iyi yox, sigaret çəkmək orucu pozar. Çünki boğaza tüstü alırsan, o orucu pozar. Onun ki, oruc vaxtında sigaret çəkmək olmaz. Şəfa duası ən güclüsünüz. Ya Şəfi, Allahın adı ilə. Orucu uşaq döymək günahdır. Uşağı hər zaman döymək günahdır. Martın 1-dən başlayır, bəli. Bu kitabları, Quran kitablarını İlahiyyat Meclisinin yanında paylayırdılar. İndi bilmirəm, böyüklərdən qalıb, amma baylarcalardan çoxdur. Böyüklərdən az qalıb. Hə, yazılı şəkildə də göndərim. İndi çox zaman videolar göndərirəm. Yazılı şəkillər göndərəcəm. Vaxt da yoxdur, Ramazana azlaşır. İnşallah Ramazandan sonra daha çox yazılı şəkillər göndərəcəm. İndi göndərik ən çox video roliklər, balaca. Çünki çoxları video roliklər istəyirlər ki, biz özümüzlə onu paylaşırıq. Video rolikdə qısa faydalar olur. Çox dinləyicilərimiz video rolik istəyirlər. Səhv oxusa Quran öyrənənə günah yazılmaz. Çünki o Allahın kəlamını oxuyur. Əksinə, o savab qazanır. Yoldaşınıza deyin, siz özünüz əstağfurullah zikrini dilinizdən düşürməyin.
Selamun aleyküm. Keyfil hal. Şükür səcdəsiyle birbaşa səcdəyə gedirsən. Gürcüstana inşallah Ramazandan sonra inşallah indi vaxt olsa alver olmaz üçün zikir, estağfurullah zikri. Allah sənin alveri bol eyləsin. Başından açsın, çatdıra bilməyəsən malı. Disertasiya müdafiə etmək üçün hansı dua? Bütün zikirlər. Belə xüsusi zikir yoxdur. Disertasiya üçün filan şey üçün. Bütün zikirlər faydalıdır. Oğlum əskərdir, Allah qorusun. Allahın balamı sağ salamat evə çatdır. La havlə və la quvvətə illə billah, estağfurullah. Hamısı faydalıdır. Quranı oxuma hər hərfə görə 10 savab qazanırsan. Tərcüməsini bilməsən. Xahiş edirəm, burada birinizdə nəsə yazmayın da. Görürəm arada kimsə nəsə yazıb. Xeyr, mən jurnalist deyiləm, mən ilahiyyatçıyam. O mənə jurnalist deyib iftira atan o işitçi, insanları ölümə göndərən şərəfsiz Əlxan Musayevdir o. Çünki onu mən ifşa eləmişəm, insanları ölümə göndər. 3000-ə yaxın insan ölüb, onları ifşa eləmişəm. Ona görə də jurnalist iftira atır. Qiyamət günü görəcək kimdir jurnalist, kimdir iftiraçı. WhatsApp nömrəm 055 204 10 33 055 204 10 33. Əstəğfirullah. Bəli. Əstəğfirullah. İnşallah indi sizdən vidalaşıram. İftara az qalıb. Allah oruçlarını qəbul eləsin. Allah təala dualarımızı qəbul eləsin. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah təala bizləri hər zaman xeyir işlərə müvəffəq eyləsin. İftar 20 dəqiqədən sonra 6:22-də. Allah təala bizi hər zaman xeyir işlərə müvəffəq eyləsin. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah təala övladlarımızı salih qullarına eyləsin. O savadlı insan deyil, o dediyin Əlxan Musayev fətva verib insanları ölümə göndərdi. Anaları görəcək axirətdə, o nə qədər analar getdilər. Yazıqlar, uşaqları öldü. Ahirətdə görəcək inşallah. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eyləsin. Allah təala əskərlərimizi qorusun. Allah təala bu gözəl vətənimizi qorusun. Allah təala ölkə rəhbərimizi qorusun. Allah təala şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah təala bizə də şəhid olmağı nəsib eyləsin. Amin. İnşallah məğrib namazından sonra, harasa deyim də təxminən 7-də bir də canlı yayın eləyəcək inşallah. Gözəl balaca faydalara toxunacaq. Bir də işə namazından sonra da bugün çox gözəl qəbir dünyası, qəbir zülməti, axirətin mərhələləri, bizi nələr gözləyir, cənnət, cəhənnəm barəsində ümumi Ramazan tövsiyələri toxunacaq. Nömrəm 055 204 10 33. Nömrələrim var da, WhatsApp'da da, TikTok'da da, profildə var, statusda var. Allahımızdan razı olsun.